Ötən gün xəbər verdik Röya Ayxanın qırmızı xalıya çıxması, Kan festivalında iştirak etməsi. Bu çoxsaylı müzakirələrə yol açdı. Bəziləri ora layiq deyil dedi. Niyə Azərbaycanda daha ünlüləri dayana, dura Röya Ayxanı ora getdi? Bizim xalq artistləri də buna tənqidi yanaşdılar. Bəzisi konkretdə Rasim Balayev və Ayaz Salayev də. Rus dilinə aşiqliyi ilə gündəm olan Ayaz Salayev də danışıb. Röyanın aldığı mükafatın Kan festivalına dəxli yoxdur deyib. Kan film festivalında Röya Ayxanın çıxdığı qırmızı xalının üstündən hər axşam 1000 adam keçir. Modernas bildirir ki, bu fikirləri kinorejissor, kinoşünas və ssenarist Azərbaycan Film Kino Studiyasının baş redaktoru Ayaz Salayev bildirib. Kinorejissor qeyd edib ki, istənilən şəxs həmin festivala qatıla bilər. Kim istəsə qeydiyyatdan keçib viza alaraq festivala gedə bilər. Çətin bir iş deyil. Mən ora 100 dəfə getmişəm, amma heç ağlıma da gəlməz ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb, bundan əlavə ictimai şuur da geridə qalıb. Röya Ayxanın Azərbaycan musiqisinin mədəniyyət səfiri mükafatı ilə təltif olunmasına gəlincə, Ayaz Salayev bildirib ki, bu mükafatın Kan Film Festivalı ilə heç bir əlaqəsi yoxdur. Xalq artisti Röya Ayxan Kan Film Festivalına qatılıb, xatırladaq yeri gəlmişkən, qırmızı xalçaya çıxan estrada ifaçısı tədbirdə iştirak edib və burada Azərbaycan musiqisinin mədəniyyət səfiri mükafatı ilə təltif olunub. Yəni Ayaz Salayeva görə bu heç adi, sıradan bir hadisədir. Burada qeyri-adi heç nə yoxdur. O qırmızı xalıya 1000 adam çıxır hər axşamlar. Hətta Ayaz Salayevin özü də dəfələrlə orada iştirak edib. Necəsə olub biz görməmişik, çünki Ayaz Salayeva görə onu çəkib paylaşmaq çox gülməli və mənasız bir şeydir, yəni qırmızı. Onda belə çıxır ki, orada şəkil çəkdirənlər, orada poz verənlər, orada özlərinin video kayda aldıranlar, hamısı boş-boş işlər görürmüşlər. Yəni Ayaz Salayeva görə belədir. Amma çox maraqlıdır ki, əksər insanlar nə gözəldir bir Azərbaycanlının orada olması, qırmızı xalıya keçməsi. Keçsin də, gündə hər axşam minlərlə insan keçsin qırmızı xalıda. Amma minlərlə keçən insanların içərisində 10 Azərbaycanlı olurmu? Olmur. Olursa da yenə də deyirəm, biz bilmirik. Amma gözəldir, niyə də olmasın ki, ünlülərin içərisində? Niyə Röya Ayxan olmasın ki? Hər halda Ayaz Salayevin orada heç poz verib, özünü göstərməsini də belə ağlımıza gətirmirik ki, yəni elə birisi düzdür. İndi belə deyək də, bu insana uyğundur, onun köklüyü və yaxud da ki, arıqlığı. Bu insana uyğundur, bu başqa bir məsələdir, buna toxunmuram. Sadəcə, yəni bir də Ayaz Salayevin o qırmızı xalı üzərində poz verməsi məsələsi. Maraqlıdır ki, Ayaz Salayev orada necə görünərdi? Yəni, necə gedərdi, necə kameralara baxardı, necə əl eləyərdi. Bir də təsəvvür edin də, yəni bu qırmızı xalın üzərində Ayaz Salayevin görünməsi. Röya Ayxan çox-çox gözəl görsənir. Çox da belə özünə məxsus nazı ilə, qəmzəsi ilə, yenə də deyirəm, fanatı deyiləm adamı. Sadəcə gördüyümü şərh edirəm. Gözəldir bir Azərbaycanlının orada təmsil olunması. Düzdür, indi Anar Ağa Kişiyev orada niyə var idi? Bəlkə də indi Röya Ayxanın stili, saç düzümü, makyajı filanı yəqin buna görə yanındaydı. Amma bütün hallarda burada mən fokuslanıram Röya Ayxana. Gözəldir, çox da yaxşıdır. Çox da müsbət, belə deyək də, oradan bir mesajlar verən görüntülərdir. Niyə də olmasın ki? Yəni, hamı əl eləyə bilər orada. Hamı o xalıdan keçə bilər. O niyəsə Röya Ayxan keçəndə çoxunun xoşuna gəlmədi. Başa düşürəm, Rasim Balayev bu məsələyə öz rakursundan yanaşır. Çox-çox dəyərli bir xalq artistidir. Onun haqqında nəysə demək heç mənə düşməz şəxsən. Çünki adam aktyorluğunun möhrünü vurub da, yenə də deyirəm, onun haqqında nəysə demək bizə düşməz. O bir çox hallarda da deməyim, elə %100 dediyi fikirlərdə haqlıdır adam. Bəlkə də ola bilsin orada xalq artisti olaraq daha birisini və yaxud da ki, kino ilə bağlı olan birisini görmək istəyərdi. Burada da haqqı var bizim çox dəyərli bir xalq artistinin, sənətkarın, yəni sənətkardır sözün haqqı mənasında Rasim Balayev. Məsəl üçün, xalq artisti məsələsinə də
O yanaşanda kəskin bir yanaşmışdı. Ümumiyyətlə bir çoxu Röya Ayxanın xalq artisti adı almasına kəskin yanaşmışdı. Amma bugün bu reallıq var. Bugün Röya Ayxan xalq artistidir. Biz qəbul etsək də Röya Ayxan xalq artistidir. Biz qəbul etməsək də Röya Ayxan xalq artistidir. Bizim tənqidlərimiz və yaxud da ki, burada belə bir mənfi yanaşmamız heç nəyi dəyişmir. O adı da onun üzərindən götürmür. Amma Rasim Balayev bugün, o da xalq artisti, mən də xalq artisti deyirsə, düzdür, sırf bu cümləni eşitməmişəm, sadəcə fikir olaraq deyil. Deyirsə, yəni adam haqlıdır da, adamın haqqı var. Amma yenə də Azərbaycanda necə qəbul olunmasından asılı olmayaraq, onun heç titul məsələsinə də mən toxunmuram. Çünki mənim üçün ora mütləq çıxan xalq artisti, əməkdar artisti deyən bir şey yox. Mənim üçün ora bir Azərbaycanlı çıxıb, yəni fərqi yoxdur o necədir. Yenə də deyirəm, çox belə xanım xatın poz da verir orada və yəni ürək açan kadrlardır. Və Röya Ayxan ittihamlara cavab verib ki, onu yıxıb sürüyürlər sosial şəbəkələrdə. Deyirəm, biz yaxşı olanı da qəbul etmirik. Biz pis olanı da qəbul etmirik. Biz gözəli də qəbul etmirik. Biz çirkini də qəbul etmirik. Biz düzü də qəbul etmirik, səhvi də qəbul etmirik. Çox qəribə bir yanaşmamız var bəzi şeylərdə. Gün o gün olsun ağladım sizi. Röya Ayxan ittihamlara cavab verib. Belə ki, xalq artisti Röya Ayxan Cannes Film Festivalı haqqında təəssüratlarını bölüşüb. Röya Ayxan bu uğurun arxasında onun böyük cəsarətinin və özünə inamının olduğunu söyləyib. Müğənni bildirib ki, bu tədbirə dəvət aldıqda tərəddüd etmədən razılaşıb. Düşünürəm ki, məni zirvələrə ucaldan əsas məqam olduğu mövqeyimlə heç zaman kifayətlənməməyimdir. Burada qəti həyəcan keçirmədim, özümü Azərbaycanda olduğu kimi hiss etdim. Qırmızı xaldan keçəndə ətrafımdakı hər kəsin, fotoqrafların, videoqrafların belə özümüzünkülər olduğu kimi davrandım. Bu festival mənə yüksək enerji bəxş etdi və sizə söz verirəm. Hər il canımız sağ olsun, ölkəmizdə sülh əmin-amanlıq olsun. Bu cür böyük beynəlxalq tədbirlərdə tez-tez görüşəcəyik. O gün olsun, sizin üçün ingiliscə oxuyum, ağladım sizi. Qeyd eləyək ki, Röya Ayxan Cannes Film Festivalında iştirakı müxtəlif müzakirələrə səbəb olub. Burada o gün olsa sizin üçün ingiliscə oxuyum, ağladım sizi deyəndə əslində Röya Ayxan buna ironika ilə yanaşmışdı, ironik bir yanaşma etmişdi. Amma yenə dediyim kimi, nəyi pisdir ki? Gözəl görüntüdə bir Azərbaycanlı qırmızı xalda. Baxın, Ayaz Salayev dəfələrlə orada olub, amma biz onu qırmızı xalda görməmişik ki. Heç məlumatımız da olmayıb ki, Ayaz Salayev orada Cannes festivalında olub. Qırmızı xaldan keçib, amma fotosunu çəkdirməyib, videosunu çəkdirməyib. Bugün Röya Ayxan bunu edibsə, demək ki, bacarıb. Yenə də gündəmə gəlməyə bacardı. Amma hər nə olur olsun, dediyim kimi, gözəl görüntüdür. Kaş ki, bəli, bizim ulduzlarımız tez-tez gedib belə festivallarda görüntülənsinlər. Bir də Azərbaycan adı yaddaşlara həkk olsun. Heç burada önəmli deyil ki, ora çıxan Röya Ayxandır və yaxud da ki, çoxunun sevimlisi olan Aygün Kazımovadır və yaxud da ki, Zülfiyə Xanbabayevadır. Nə dəxli var, Azərbaycanlıdır, qırmızı xalıya çıxan. Siz bu rakursdan yanaşın, siz bu rakursdan baxın. Məhz buna görə də bəli, Röya Ayxanı buradan təbrik edirəm. Düzdür eləmsən, uğurların daha bol olsun. Düzdür, çox-çox arzu eləyərəm ki, yəni biraz geyinək, yəni aşırı soyunmayaq. Bu tədbirdə çox qəşəng geyinib, yeri gəlmişkən onu da deyim. Geyimlərini sərt tənqid eləyirəm. Artıq yəni alt paltarı səviyyəsində çıxırlar efirə, amma bugün izləyici də belə sevir. Amma yox, mən məsəl üçün belə mötəbər bir tədbirlərdə, belə gözəl bir festivallarda görüntülənməsinə, yəni həqiqətən də qənaət bəxş hesab edirəm. Çox da yaxşıdır, uğurları bol olsun. Kim ki Azərbaycan adına addım atırsa, ölkəmiz adına bir daşın üstünə daş qoyursa nə gözəl. Onu ancaq alqışlamaq lazımdır, daşlamaq lazım deyil.